Salam əziz izləyicilər. YouTube kanalında ilk videoma xoş gəlibsiniz. Sizə tarix kanalı olduğu üçün artıq sizə tarix videoları haqqında bir çox məlumatlar, bir çox izahlar verəcəm. Bu gün sizə istəyirəm ki, Azərbaycan dövləti haqqında ümumi məlumat verim. Deməli, Azərbaycan dövləti lap başdan başlasaq 323-cü ildən başlayarıq. 323-cü il eramızdan əvvəl. Eramızdan əvvəl 323-cü ildə Makedoniyalı İskəndər ölüb. Və eramızdan əvvəl 321-ci ildə Makedoniya İskəndərin ölümündən sonra onun imperiyasını keçir Perdik. Onun imperiyasını keçir. Və eramızdan əvvəl 321-ci ildə Azərbaycan cənubunda müstəqil dövlət Atropatena dövləti yaranır. Və bu yeni dövlətin hökmdarı ilk dəfə Atropat olur. İlk hökmdar olur Atropat. Baxın, bir şeylər diqqət etməliyik ki, Azərbaycan dövləti Urmiya gölünün ətrafında yaranıb. Azərbaycanın cənubunda yaranmış dövlətdir. Şimalda Albaniya, onu deyəcəm, cənubda isə yaranıb Azərbaycan dövləti və Urmiya gölünün ətrafında yaranıb. Keçək indi digər ilə eramızdan 223-cü il. Eramızdan 223-cü il Azərbaycan dövləti artıq müstəqilliyini itirir. Yəni, niyə? Çünki Selçuk dövlətindən asılı vəziyyətə düşür. Və keçək 190-cı il. Eramızdan 190-cı il Maqnesiya döyüşü olur və bu döyüşdə Baxın, Maqnesiya döyüşü olur və bu döyüşdə Roma və Selçuk arasında nə olur? Mübarizə olur. Mübarizənin nəticəsi nə olar? Selçuk dövləti parçalanar, Selçuk dövləti məhv olar. 190-cı ildə desək ki, Selçuk dövləti nə vaxt məhv olub? Deyəcəksiniz, eramızdan 190-cı il. Selçuk dövləti məhv olur və Azərbaycan dövləti yenidən müstəqil olur. İndi uşaqlar, baxın, Selçuk dövlətindən 223-cü ildə Azərbaycan dövlətinin hökmdarı həmin vaxtlar Selçuk hökmdarı Artabazan olur. İndi 190-cı il danışdıq, keçək digər ilə. Keçirik eramızdan əvvəl 53-cü ilə. Uşaqlar, eramızdan əvvəl olsun müəllimlər, abituriyentlər. Eramızdan əvvəl 53-cü il baxın, Parfiya və Roma arasında nə olur? Mübarizə. Bu döyüşün qalibi sizcə kim olar? Parfiya bu döyüşün qalibi olur. Yəni, Parfiya dövləti Roma dövlətinin 20.000 əsgəri itirir da. Roma dövləti 20.000 əsgərini itirir. Və eramızdan əvvəl 38-ci il Roma dövləti intiqam üçün Parfiyadan nə edir? Yenidən mübarizə olur ikisi arasında və nəticədə Roma dövləti qalib gəlir. Keçək eramızdan əvvəl 36-cı il. Bir də ki, eramızdan əvvəl 53-cü ildə elə bir Kara şəhərin yanında olduğu üçün döyüş. Buna deyirlər Karra döyüşü. Yəni, eramızdan əvvəl 53-cü ildə Karra döyüşü olub. Eramızdan əvvəl 38 dedik, eramızdan əvvəl 36-ya keçdik. Eramızdan əvvəl 36-cı il Fraspa döyüşü olub. Niyə? Çünki Fraspa şəhərində olub. Atropatenanın şəhərlərindən biridir. Atropatenanın vacib qeydlərindən biri də paytaxtı nə olub? Paytaxtı Qazaka şəhəri olubdur. Hətta eramızdan əvvəl 4-cü əsrdə yaranıb. Fraspa döyüşü olur eramızdan əvvəl 36-cı il. Kim arasında? Roma sərdəsi Antoni və Parfiya ilə kim bir olur? Atropatena. Həmin vaxtlarda Atropatena hökmdarı Artabaz idi. Yazıq, Artabaz dedi. Artabaz dedi. Parfiya ilə Atropaten birləşir. Kimə qarşı? Antoniyə qarşı. Antoni də
yəni tək gəlmir də, nə qədər ordusu ilə gəlir, amma ki, lakin düzdür Azərbaycan buna hazır olmamışdı. Lakin Antoni 50.000 nəfərə yaxın döyüşçüsünü itirir. Anton burada geri çəkilir. Niyə? Çünki artıq məğlub olmaq üzrə idi. Nə qədər döyüşçüsünü itirib. Burada da 36-cı il qalibi, eramızdan 36-cı ilin qalibi olur Azərbaycan. Sonra isə bu döyüşə görə Parfiya və Azərbaycan arasında münasibət pisləşir və uşaqlar Parfiya dövləti Azərbaycan dövlətini bütövlükdə işğal edib özünə tabe etməyi istəyir. Amma olmur təbii ki. Niyə? Azərbaycan dövləti öz müstəqilliyini itirmir. Saxlayır öz müstəqilliyini. Və müstəqilliyini qorumaq məqsədi ilə Roma imperatoru Oktavianla əlaqə yaradır. Oğlu Ariobarzanı Romaya göndərir. Baxın, Romaya göndərir və Romada 20 il qalır. 20 il qalır. Kim? Ariobarzan. Diqqətli olun. Adları qarışıqdır bunların. Ariobarzan. Uşaqlar, bunu da səhv dedim. 10 il Romada yaşayır. Kim? Ariobarzan. Eramızdan əvvəl 20-ci il Artobazın vəfatından sonra Oktavian nə edir? İndi keçək birinci hadisəyə. 1, 2. Ariobarzanın Atropatenada nəyə? Hakimiyyətə gəlməsinə kömək edir. Birinci hadisə bu. İkincidə isə ona Kiçik Asiyada yaşayan ermənilər üzərində hakimiyyət verir. Kiçik Asiyada yaşayan ermənilər üzərində nə verir? Hakimiyyət verir. Onu keçək başqa digər ətraf məlumata. Artıq illər qurtardı. İllərdən danışmayacağıq. Artıq daha maraqlı məlumatlardan danışacağıq. Bir də ki, uşaqlar, bunda çaşmayın ki, baxın, eramızdan əvvəl 20-ci hadisə də var Azərbaycanda. Eramızın 20-ci ildə. Eramızın 20-ci ildə Azərbaycan dövləti artıq məhv olur. Eramızdan əvvəl 20-ci ildə nə dedik? Hakimiyyətə kim gəlir? Ariobarzan. Ariobarzan hakimiyyətə gəlir. Belə, bu qədər. Uşaqlar, baxın, eramızın 20-ci ili dedik, Azərbaycan dövləti artıq məhv olur da. Həmin vaxtda Azərbaycan dövlətinin hökmdarı kim idi? Ariovast. Son hökmdarı olub Ariovast. Baxın, bir də ki, Azərbaycan dövləti Parfiyanın aşağıdakılar sülaləsinin hakimiyyəti altına düşdü. Uşaqlar, indi gəlin sizə hökmdarlarla danışım. Hökmdarları 1 Atropat, 2 Artobazan, 3 Artobaz, 4 Ariobarzan, 5 isə Ariovast olmuşdur. Atropat Atropatena dövlətini yaratmışdır. Atropatın adı ilə bağlı olub da Atropatena dövlətini yaratmışdır. Artobazan dedik ki, eramızdan əvvəl 223-cü ildə Sevkərdən Asiyacə düşəndə orada olmuşdur. Həmin vaxt hakimiyyətli idi. Artabazd eramızdan əvvəl 36-cı ilə danışa bilərik. Baxın, eramızdan 223-dən 36-ya tən hakimiyyətdə kim olub? Artabazan. Məsələn, eramızdan əvvəl 53, eramızdan əvvəl 38. Hakimiyyətdə olub kim? Artabazan. Artabaz da eramızdan əvvəl 36-cı ildən eramızdan əvvəl 20-ci ilə tən hakimiyyətdə olub. Niyə? Çünki eramızdan əvvəl 20-ci ildə artıq hakimiyyətə gəlir Ariobarzan. Ariovast isə sonuncu hökmdar idi və eramızın 20-ci ilində tən olmuşdur da. Niyə? Çünki artıq eramızın 20-ci ildə Azərbaycan dövləti məhv oldu, sonuncu hökmdarı bu olduğu üçün. Yəni müstəqilliyini itirdi artıq da, getdi. Azərbaycanın təsərrüfat həyatından danışıq. 1. Azərbaycan dövləti əkinçilik və maldarlıq idi. Məşğuliyyəti nə idi? Əkinçilik və maldarlıq. Əkinçilik və maldarlıq. Maldarlıq bunların əsas məşğuliyyəti idi. 2. Ölkədə yetişdirilən atları Çində buna səma atları adlandırırdılar. Vacib qeyd. Səma atları adlandırırdılar.
3. Sənətkarlıqda duruşçuluq və metalişmə əsas yer tuturdu. 4. Zəngin, faydalı qazantı yataqları sənətkarlığın inkişafına şərait yaratmışdı. Sənətkarlığın. 5. Ticarətdə uşaqlar puldan çox geniş istifadə olunurdu və Atropatenada Makedoniya İskəndərin adına kəsilmiş pullar tapılmışdır. Albaniya dövləti istifadə etmişdir bir süre daha, amma burada tapılmışdır, pullar tapılmışdır. Altını da buradan yazım. Atropatenada zəngin uşaqlar, neft yataqları var idi. Zəngin neft yataqları var idi. Nefti nə adlandırırdılar? Midye yağı. Midye yağı adlandırırdılar. Uşaqlar, eramızdan əvvəl 2-3-cü əsrlərdə Atropatenada quldarlıq quruluşu böhran keçirirdi. Atropatenanın şəhərlərini aşağıdan yazacağım. 1. Qazaka. Sırasız yazacağım. Amma ki, bugünkü Qazaka bunun paytaxtı olub. Qazaka. Fraspa şəhəri dediksə, Fraspa, sonra Fanaspa, hamısında 2 adı. Bir də Aqnazana. Bu olmuşdu Atropatenanın nə şəhərləri. İndi keçək Zərdüşt dininə. Zərdüşt dini haqqında sizə əsas məlumatı verim. Bir də ki, uşaqlar, Atropatenada Çerifto mədəniyyəti inşa olunmuşdur. Çerifto mədəniyyəti var idi, yəni. Var idi. Keçək Zərdüşt dininə. Dərsi umarım yaxşı anlamışdırsınız. Zərdüştlik dili. Nə keçək? Aha. Deməli, Zərdüşt dini eramızdan əvvəl 7-ci əsrin ikinci yarısına qədər, ikinci yarısından eramızın 6-cı əsrinə qədər davam etmişdir. 6-cı əsrin əvvəllərinə qədər davam etmişdir. Baxaq. Bu dinin adı niyə belə idi? Çünki bu dinin adı Zərdüşt peyğəmbərin adı ilə uyğunlaşdırılmışdı. Yəni Zərdüşt peyğəmbərin. Aha. Zərdüşt dininə görə dünyada 2 qüvvə yarandı. 1. Xeyir, 2. Şər. Bunlar arasında uşaqlar həmişə nə olurdu? Mübarizə. Həmişə mübarizə olurdu. Bir mübarizə nəticəsində həmişə xeyir qalib gəlirdi. Xeyrin və şərin digər adları isə xeyirdə Hörmüz, şərdə isə Əhriman. Zərdüşt dini uşaqlar bir odu, suyu, torpağı müqəddəs hesab edir. Zərdüşt dinindən uşaqlar baş məbədələrindən biri Qazaka şəhərində yerləşir. Bunların hamısını, dediklərimin hamısını qeyd kimi götürün. Uşaqlar, bir də ki, Makedoniya İskəndəri eramızdan əvvəl 330-cu ildə Əhəmənilərin Persepos sarayını yandıraraq məhv olmuşdur. Makedoniya İskəndəri eramızdan 330-cu ildə.
Uşaqlar, indi sizə Keyf məbədi haqqında danışacağım. Burada dilim dolaşıb yazmışam ki, mədəniyyəti. Yəni biabırçılıqdır. Keyf məbədi. Keyf məbədi haqqında aşağıdan yazım danışım. Uşaqlar, keçməmişdən əvvəl deyim ki, baxın, Azərbaycan dövləti çox tanrılıq mövcud olmuşdu. Çox tanrılıq. Səhv yazıram, dilim dolaşır. Keyf məbədindən danışırıq. Keyf məbədi Yunan əsarətin qəhrəmanı Herakla məxsusidir. Abidənin giriş hissəsinin üstündə Yunan dilində yazı var idi. Bu mətin Herakla sitayiş edilirdi. Sitayiş olduğunu yəni sübut edir da. Əhali bayram dini ayinlər keçirmək üçün orada toplanırdılar. Ayinlər keçirmək üçün orada toplanırdılar. Keyf məbədindən bu qədər. Atropatena dövlətini sonlandırmaq istəyərdim, amma gəlin Albaniya və Atropatena dövlətini oxşar cəhətlərini yazım. Hər ikisi nə idi? Azərbaycan dövlətləri idi. Ölkələri də, yəni. Sonra fərqi cəhət odur ki, biri cənubda yaranıb, biri şimalda yaranıb. Bax, biri şimalda yaranıb, birisi cənubda yaranıb da. Deyə bilər ki, Makedoniya İskəndərin ölümündən sonra, yəni imperiyanın parçalanmasından sonra Azərbaycanın yanı nədir? İki dövlətdir. Türk mənşəli dövlət olub, ikisi də Türk mənşəli dövlət olub. Çox tanrılığa sitayiş edib. Makedoniya İskəndərin adını kəsilmiş pullar tapılıbdır, hər ikisində. Sonra nə deyə bilərəm? Yəni, var da, amma məsələn, fərqi cəhəti odur ki, məsələn, Albaniyada 26 dildə danışan tayfa var idi, Atropatenada yoxdur. Belə. Bu qədər. Əgər dərsimizi izahını bəyəndinizsə, bəyənməyi və kanala abunə olmağı unutmayın, uşaqlar. Bir də ki, bu bütün dediyim hər şeyin qeydini mütləq yazın ki, İmtahanı düşəcək də. İmtahanda məsələn düşəcək. Azərbaycan dövlətindən bir sual düşəcək. Albaniyadan bir sual düşəcək. İbtidai icma cəmiyyətindən bir sual düşəcək. Bunların hamısını növbəti videolarda izah edəcəm. Sağ olun.